Fəaliyyətində plastik kartlardan istifadə edən, eyni zamanda ekoloji problemlərin aradan qaldırılmasında maraqlı olan tərəflər hal-hazırda Kart to Art layihəsinin uğurlu icra olunması ilə bağlı dəstəyini verməkdədir. Statistik məlumatlara görə ölkə əhalisinin hal-hazırda ümumi istifadəsində 16 milyondan çox plastik bank kartı var və nəzərə alsaq ki, bir müddətdən sonra bu kartların istifadə müddəti başa çatır, o zaman tullantıya çevrilir və ətraf mühitin əsas çirkləndiricisi sayılır. Bu layihənin məqsədi isə müxtəlif məkanlarda yerləşdirilmiş qutular vasitəsilə bu kartları toplayıb, yaradıcı insanlara yönəltmək və onlardan gözəl incəsənət əsərləri yaratmaqdır. Yapı Kredi Bank Azərbaycan olaraq ətraf mühitin mühafizəsinə töhfə verməkdən hər zaman məmnunluq duymuşuq. Korporativ sosial məsuliyyətdən irəli gələrək bankımız Kart to Art layihəsinə dəstək verir. Layihə çərçivəsində plastik kartların təbiətə atılmasının qarşısı alınacaq və inanırıq ki, bu kartlar çox gözəl sənət əsərlərinə çevriləcək. Yapı Kredi Bank Azərbaycan olaraq Kart to Art layihəsinin bir parçası olmaqdan qürur duyuruq.